Rusiyada əcnəbi vətəndaşların əmək fəaliyyəti ilə bağlı qaydalara nəzarət daha da gücləndirilibdir. Xatırladım ki, patent əldə etdikdən sonra əcnəbi vətəndaşa rəsmi şəkildə işə düzəlmək üçün cəmi 2 ay müddət verilir. Bu müddət ərzində o yalnız iş tapmalı deyil, həm də əmək fəaliyyətinə başladığı barədə müvafiq bildirişi patenti təqdim edən Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına göndərməlidir. Əks halda patent ləğv edilir və əcnəbi vətəndaş ölkəni tərk etməli olur. Qeyd olunur ki, belə hallarda yeni patent üçün müraciət yalnız 1 ildən sonra mümkün olacaqdır. Mütəxəssislər vurğulayırlar ki, bildiriş hətta fiziki şəxslə şifahi formada bağlanmış mülki hüquqi müqavilə olduqda belə təqdim edilməlidir. Bildiriş forması Rusiya Daxili İşlər Nazirliyinin 5 sentyabr 23-cü il tarixli 655 nömrəli əmri ilə təsdiq edilib və sənəddə bütün xanalar düzgün şəkildə doldurulmalıdır. Bildirişi təqdim etməyin 3 üsulu var. 1. Çatdırılma barədə bildirişlə poçt vasitəsilə. 2. Dövlət xidmətləri portalı üzərindən. 3. Şəxsən Daxili İşlər Nazirliyinin ərazi bölməsinə müraciət etməklə. Mütəxəssislərin sözlərinə görə əmək fəaliyyəti barədə bildirişin təqdim edilməməsi patentin ləğv olunmasına əsas səbəblərdən biridir. Bu halda əcnəbi vətəndaş Rusiyada yaşamaq və işləmək üçün qanuni əsaslarını itirir və nəzarət olunan şəxslər reyestrlərinə daxil edilə bilər. Bir sözlə, qanunvericiliyin tələblərinə əməl etmək və müəyyən olunmuş müddətlərə diqqət yetirmək vacibdir.